Ancaq elə olur ki, əziz dostlar, istər 8-də 6-lıq, istər 4-də 3, istər 4-də 2, 4-də 4 ritmlər və yaxud 8-də 9 ritmlər ifa olunarkən, onların içində melizmlər, yəni hansı melizmlər gedir? Müasir melizmlərdən söhbət gedir. Müasir ştrixlərdən mi deyək, ermolalardan mı deyək? Onları mütləq şəkildə istifadə edirik ki, biz ritmimizi gəncləşdirək. Bu bizim üçün vacib bir işdir. Və bunun üzərində biz hər daima çalışmalıyıq və ritmimizi hər daim məşq sırasında inkişaf etdirməliyik. Bizim ustadlarımız bu milli ritmi qoyub getməyib ki, elə yerində qala. Bunu biz gənclərin üzərinə bir tapşırıq kimi verib ki, biz bundan sonra bu ritmlərimizi inkişaf etdirək, həm milli səviyyədə, həm dünyavi səviyyədə inkişaf etdirək, biz göstərək ki, bizim ritmimiz var. Bizim ritmimiz inkişaf edir, bizim nağaramız inkişafdadır.